Bilmirəm evin xanımıyam yoxsa işçisi. Hər gün deyirəm ki, bugün dincələcəm. Amma dincəlmək ara, biz ara. Elə bir labirintdəyəm. Hər dəfə eyni yerə gəlib çıxıram. Gündəlik işlər öz yerində. Amma adicə dünən axşam yağış yağmışdı. Yağışın sayəsində pəncərələrimi, həyətimi, küçəni yudum. Bununla da bitdimi deyirsiniz? Xeyr, bitmədi. Ümumiyyətlə hansısa işi görməmişdən qabaq o iş mənim beynimdə gecə-gündüz fırlanır. Kondisionerin setkası fırlandığı kimi. Hər dəfə deyirdim açım yuyum, amma yadımdan çıxırdı. Türklər demişkən bugün şeytanın bacağını qırdım, açdım, yudum. 3 ilə yaxın da almışıq, amma heç vaxt açıb yumamışdım setkasını. Düzün desəm biraz utandım. Bu qədər toz gözləmirdim. Nəysə, gec olsun, güc olmasın dedik və yudum. Hələ kondisionerdən əlavə beynimdə fırlatdığım bir iş də var ki, inanın ki gözümə durub. Biraz güc toplayan kimi onu da edəcəm. Ümumiyyətlə mən işi gərək həvəs gəlsin ki, ondan sonra edim. Həvəssiz hansısa işi eləyəndə elə bilirəm başdan getdi eləyirəm. Məncə bir çoxumuz beləyik. Beləliklə beynimdəki işlərin birini də silmiş oldum. Videomu bəyəndisə abunə olub paylaşmağı unutmayın. Ümid edirəm bəyənərsiniz. Gələn görüşlərə qədər hələlik.